Salam uşaqlar, bugün 9-cu sinif üçün KSQ 6'dır, birinci variantı. Gəlin başlayaq. Mətnimiz. Все бакинцы и гости нашей столицы знают знаменитую улицу Вечершехер, где снимались некоторые кадры из фильма «Бриллиантовая рука». Bütün Bakılar və paytaxtımızın qonaqları içəri şəhərdəki məşhur küçəni tanıyır. Burada Brilliant Əl filminin bəzi səhnələri çəkilmişdir. Но не все смогут рассказать и указать те места, где около века тому назад русский поэт Сергей Есенин pисal свои stихи. Amma deyir ki, hamı deməz, yəni bilmir ki və göstərə bilməz ki, bu bir əsr əvvəl həmin yerlərdə Rus şairi Sergey Yesenin öz şeirlərini yazırdı. Например, балкон, выходящий на оживленную площадь фонтанов. Məsələn, Fontanlar meydanına baxan, deməli, Fəvvərələr meydanına baxan, deməli, balkonda Sergey Yesenin, yəni deyir ki, Fəvvərə meydanında baxan, belə deyək də, balkon, belə. Здесь когда-то долгими вечерами сидели Сергей Есенин и его бакинский друг Василий Балдавкин, которому поэт посвятил стихотворение «Прощай, Баку». Deyir ki, burada Sergey Yesenin və onun Bakılı dostu Vasili Baldavkin uzun axşamlar otururdular və deməli ona Sağ ol Bakı şeirini həsr etmişdi. Həmin deməli Sergey Yesenin öz dostuna. Есенин любил смотреть вниз на прогуливающихся по улице людей и громко читать стихи. Yesenin küçədə gəzən insanlara yuxarıdan, yəni də balkondan baxıb və ucadan şeir oxumağı sevirdi. Люди, услышав звучный голос русского поэта, останавливались и слушали его мелодичные четверостишие. İnsanlar da Rus şairinin əhəngdar belə səsini eşidərək dayanıb və onun melodik, belə deyək də, şeirlərini dinləyirdilər. Birinci sual belədir. Укажите основную мысль tекsta. Əsas ideya nədəndir? Söhbət nədən getdi burada? Əlbəttə ki, Sergey Yesenin и Baku. 2-də дополните диалог. Диалогу tamamlayaq. Deməli, какая комедия снималась в Baku? Какая комедия снималась в Baku? Бриллиантовая рука. Düzdür. Какой русский поэт писал свои стихи в Baku? Əlbəttə ki, Sergey Yesenin yazırdı. Və какое стихотворение написал Сергей Есенин? Əlbəttə ki, «Прощай, Баку». Так, дальше. Üçüncü sualımız. Найдите верный вариант. Düzgün variantı seçək. Все бакинцы и гости нашей столицы не знают знаменитую улицу Вечершехер. Yox, bu düz deyil. Знают. Многие могут рассказать о тех бакинских местах, где около века тому назад русский поэт Сергей Есенин писал свои стихи. Так. Дальше. Здесь по утрам сидели Сергей Есенин и его бакинский друг Василий Балдавкин, которому посвятил стихотворение «Прощай, Баку». Не по утрам, а по вечерам. Есенин любил смотреть вниз на прогуливающиеся по улице людей и громко читать стихи. Bəli, bax, bu düz variantı. Çünkü люди, услышав звучный голос русского поэта, останавливались и повторяли его мелодичное стихотворение. Bu düz, четверостишие, bu düzgün deyil. Tak. Deməli, 3-də bizdə D variantı uyğundur. Gəlin, 4-cü suala keçək. Tak. 4-cü sualımız buradadır. Так, deməli, найдите неверный вариант. Burada da yəni düz olmayan variantı seçməliyik. Все бакинцы и гости нашей столицы знают знаменитую улицу Вечершехер, где снимались некоторые кадры комедии «Бриллиантовая рука». Так, düzdür, но не все смогут рассказать и указать те места, где около века тому назад русский поэт Сергей Есенин писал свои стихи. Так, и, например, улица, выходящая на оживленную площадь, фонтан. Не улица, а balkon deyə. Ona görə də bax, bu səhvdir. Qalanları çünki hamısı düzdür. 5-ci. Здесь когда-то долгими вечерами сидели Сергей Есенин и его бакинский друг Василий Балдавкин, которому поэт посвятил стихотворение «Прощай, Баку». Bu cümləyə biz düzgün variant seçməliyik. Hansı, deməli, sualı biz verə bilərik burada. Əlbəttə ki, biz кому посвятил Сергей Есенин свое стихотворение? C variantı burada düzdür. 6-da. Выберите неверный вопрос. Burada indi səhv
sual seçməliyik. Люди, услышав звучный голос русского поэта, останавливались послушать красивые мелодичные четверостишья. Bu da uyğun olmayan sualı seçməliyik. Əlbəttə ki, bu da где останавливались люди deyə bu уже düzgün sual deyil. Так, дальше 7-də. Восстановите логическую последовательность. Так, necə olmalıdır? Gəlin baxaq. Все бакинцы и гости нашей столицы знают знаменитую улицу и шəhər, где снимались кадры комедии «Бриллиантовая рука». Так, deməli 7-də onda C variantı uyğundur. 8-də укажите сложное предложение. Mürəkkəb sözü seçməliyik. Gəlin baxaq cümlənin. Так, все бакинцы и гости нашей столицы знают знаменитую улицу Вечери шəhər, где снимались некоторые кадры комедии «Бриллиантовая рука». Elə deməli cümləsində uşaqlar burada mürəkkəb deməli cümlədir. Niyə? Çünki iki qrammatik основа var da burada. Бакинцы и гости deməli знают, подлежащее сказуемое, yəni mübtəda və xəbər var və kadrы снимались. Bu da подлежащее və сказуемое. İki qrammatik основа olduğuna bu mürəkkəb sayılır. Deməli 8-də A. Da keçək 9-cu sualımıza. Tak, 9-da. Aha. 9-cu sualımız. Укажите простое предложение. Burada sadə cümləni tapmalıyıq. Gəlin baxaq. Sadə hansıdır? Tak. Sebakin uç deyilmişik ki, bunlar birinci, ikinci. Bunlar deməli mürəkkəbdir. Aha. Bizdə Есенин любил смотреть вниз на прогуливающихся по улице людей, которым он громко читал стихи. D variantıdır. Onda укажите сложное предложение. Burada da mürəkkəb deməli cümlə tapmalıyıq. Əlbəttə ki, здесь когда-то долгими вечерами сидел Сергей Есенин и его бакинский друг Василий Полтавкин, которому поэт посвятил стихотворение «Прощай, Баку». Так, 11-ci sualımız. Укажите предложение, в котором нет союза. Yəni, bağlayıcı olmayan hansı cümlədə? Əlbəttə ki, burada o dəqiqə bilinir ki, E variantı buna uyğundur. Есенин любил громко читать свои стихи. Так, 12-ci sualımız. Так, 12-ci sualımız. Gəlin baxaq. Deməli, necə olmalıdır? Улица Вечери şəhər 1D. 12-ci sualdır uşaqlar bu. Так, 1D. Ondan sonra комедия «Бриллиантовая рука» 2А. Стихотворение «Прощай, Баку» 3Б. И поэт Сергей Есенин 4C. Так, 13-cü suala keçək. Так, 13-cü sualımız. Так, найдите антоним слова громко. Громко, yəni yüksək səslə məsələn deyirik də громко və onun antonimu əlbəttə ki тихо. Найдите синоним слова знаменитый. Məşhur və sinonimi yaxın mənalı известныйdir. Və укажите верный вариант. Снималась комедия. Düzgün yazılıbdır. Çünki о бакинских местах, долгими вечерами, прогуливающиеся люди, мелодичность четверостишия deyə olmalıdır. Amma снималась комедия burada уже səhv yoxdur. Qalanlarında səhv var. Bizə də düzgün variantı seçməliyik. Düz olanı. Belə uşaqlar, sağ olun, görüşərik.